Paytaxtda müşahidə olunan güclü şimal-qərb küləyi bir neçə ağacı kökündən qoparıb güclü küləyin əsməsi nəticəsində dövlət bayrağı meydanında dalğalanan Azərbaycan bayrağı cırılıb. Qaydaya əsasən güclü külək zamanı bayraq aşağı indirilir. Bayraq aşağı indirilsə də onun mühafizəsi təmin edilməyib. Nəticədə külək 162 metr hündürlüyü olan bayrağa ziyan vurub. Hava şəraitinin belə keçməsi fəsadların artacağından xəbər verir. Güclü küləklə bağlı dövlət qurumlarına əvvəlcədən xəbərdarlıq olunub. Hidrometeoroloqların proqnozlarına görə paytaxtda gecədən başlayan güclü şimal küləyi axşama daha da şiddətlənəcək. Küləkli hava şəraiti sabah axşam saatlarına qədər davam edəcək. Qeyri-sabit hava şəraiti ölkənin ayrı-ayrı yerlərində də müşahidə edilir. Proqnozlara görə bəzi dağlıq və dağətəyi rayonlarda isə şimşək çaxacağı, leysan və dolu düşəcəyi gözlənilir. Yaxın 2-3 gün ərzində bölgələrimizdə də hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimal olunur.